çatdıramıram dostlar. Vahid Hüseynov 1 manat atıblar hələ. 1 manat. Ruslan yox, Əfsanda deyirəm. Gülşən deyir, Aslan məni qoş. İstəyət qoşum Gülşən. Dəstək olun dostlar. Baxacam direktə, baxacam. Canına bağlayayım, baxıb yazacam. Analizimiz tərtəmiz çıxdı. Hüseyin yazıb cavab versənə, nəyə cavab verim? Dostlar, çox xahiş edirəm, kimin nəyə yük çatır dostlar, dəstək olsun. Salam, Allah tanıyamadım, olabilir. Hə, şeydir, nə qədər yazdım, oxuya bilmədim, yəni tez-tez keçdi. Mən onu demək istəyirəm ki, maşallah özünə gəlmisən. Bilmirəm, indi təzə gəlin bacı yaxşı baxır, nədir, amma özünə gəlmisən. Ya az əsəbləşirsən, ona görədir, nəyə görədirsə, özünə gəlmisən. Yaxşı olar, inşallah. Şükür, yaxşısan. Bir də maddi cəhətdən də biraz yaxşı olsaydın, yaxşı olardı. Ya bilim, işləyirəm, prosta olaraq çatdıra bilmirəm. İndi bu evdən məcbur tutdum, çünki evlər var idi, 200-250, bombolun boş. Quru yer, quru difar. Hə, o da alınmır da. O da, yəni biz gedib orada neynəyəcəkdik? Bir dəst yorğan döşəyimiz də üstü. 2 dənə dəyinin başdı, bəs sabah. Neynə, güzələr inşallah. Qoy yoldaşın da işləsin, sənə kömək eləsin. İşləyəcək inşallah. Bir dənə nigaha daxil olaq, yəni açaq xidmətdə. Yəni o nigahımızı kəsdirək, ondan sonra işləyəcək, o da işləyəcək. Gün deyirdi, elə veriyim, ört yatım. Qoy işləsin, sənə kömək eləsin. Quran haqqı elə hər gün deyir, mən apar bir işə qoy, mən apar bir işə qoy, marketdə zada deyirəm, gözlə səbirli ol. Yəni bir zaxısa düşək ondan sonra. Hamımız işləmişik də, nə olar cavanlıqda, indi mənim 60 yaşım var. İndi yəni işləməyi ucu götürmürlər. Belə cavan adama hər yerdə, qızım da işləyir, hamı işləyir. Bir dəfə yadındadır, bilmirəm, o da bəlkə yadıma düşər, bir dəfə mənim qardaşım qızı taksi çağırmışlar, siz gəlmişdiniz. Ola bilər. Taksidə elə sənlə danışdırdı da mənə ki, ay bebi, Aslanın mamasının ad gününə getmişdik. İndi Aslanın maşınındayım. Bilmirəm, indi yadından çıxdı. Bildim, yadıma düşdü. Allah özü kömək olsun bala.
Çox sağ ol bibi, çox sağ ol. Allah ürəyinizə görə versin. İnşallah yaxşı olar. Valla imkanım olsa mən sənə kömək eləyərəm. Allah ürəyinizə görə versin bibi. Allah Mən sənə kömək azca belə dəstəkləyirəm ki, sənə həmişə yaxşı şeylər arzulayıram. Çox sağ ol bibi. Allah köməyin olsun. Allah Elə səni belə gördüm, ürəyim açıldı ki, şükür Allaha, Aslan da belə görərik. Yəni həmişə sən əziyyət çəkmisən, belə üz gözdən yaxşı görünmürdün. Bax indi maşallah yaxşısan. Axıra qədər də belə yaxşı ol. Allah köməyiniz olsun. Çox sağ olun. Sağ ol. Məni çıxart indi elə belə. Səhərə qədər mehmandan içmək istəyirəm. Oo, sağ ol. Və Aka da hətta bunu dedi ki, o içsə də özünü idarə Dostlar, bacardığınız qədər dəstək olun. Çox xahiş edirəm. Kimin nəyə güc çatır dəstək olsun. Salam, salam dostlar. Rəşadədə 1 manat atıblar cəmi. Rəşad 12. Gelecek de içeride kalsın ki. Atırım pulu sənə. Yazırlar. Fındıq harda olacam evdə? Aksiyon başlıyor. Zaten aksi. Aynen. Siret, niyə zaks etmirsən? İmkan yoxdur. Bəli, mənə pul lazımdır evin kirasına görə. Niyə zaks etmirsən? İmkan yoxdur. Abba sabah haralardasan yazmışsan, evdəyim, orada olacam. İşləyirəm, dostlar, çatdıra bilmirəm. Nə qədərdir zaksın pulu? 10 manat deyil. Zaksın pulu nə dəxli? Elə ki, 20 manat 40 qəpik, 20 manat 40 manat 80 qəpik biri deyil. 20 manat neçə qəpik də biridir. Ümumi 70 manata yaxın pul tutur. Bugün getmişdik. Yəni 70 manata yaxın pul tutur. Prosta indi qanunlar dəyişilib. Valideynlərin də şey olmalıdır, nədir onun adı? Doğum haqqında şəhadətnaməsi olmalıdır.
Onu da mən verirəm, əlli razısan. Siret, yəni açsan Allah köməyin olsun. Yəni gedib düşəcəyik Zaksa. Mən hər gün burada pul yığmıram. And ol Allah, mən burada hər gün pul yığmıram. Özüm də gələrək 50 verirəm. Problem yoxdur. Problem yoxdur. Məni qoş. İstər yatın qoşumda, məni qoş yazmışsınız üstər. Abbasova bəs nə yeyirsiniz? Zaksa verirəm. Tamam Siret. Allah verəndən. Allah nə verdi onunla.